Hər kəsə salam, gəlin birbaşa mətləbə keçək. Bugün biz sizinlə çox qeyri-adi bir mövzunu, Vahid Rızayevin fəlsəfəsində səsin, sözün və yaddaşın bir-biri ilə necə heyrətamiz şəkildə bağlandığını incələyəcəyik. Təsəvvür edin ki, ağzınızdan çıxan hər bir söz, beyninizdən keçən hər bir düşüncə kosmosda fiziki bir iz buraxır. Maraqlıdır, elə deyilmi? Başlayaq. İndi sizə belə bir sual verim. Heç düşünmüsünüz, söz bizdən əvvəl var idi, yoxsa onu elə biz uydurduq? Baxın, bu sadəcə quru bir dilçilik məsələsi deyil. Bu, insanlıq tarixinin ən böyük tapmacalarından biridir. Bəlkə də söz dediyimiz şey təkcə bir ünsiyyət vasitəsi deyil, kainatın düzənidir. Hətta biz hələ heç yox ikən belə, o artıq buralardaydı. Bizim bugünkü mənzərəmiz bəşər tarixi ilə yox, lap əvvəllə, hər şeyin yarandığı o böyük partlayışla başlayır. Müəllifin çox dərin bir fikri var deyir. O böyük partlayışdan səs səsləndi, kainata səs yaddaş oldu. Dəhşət elə deyilmi? Yəni, hər şey işıqdan doğan tək bir partlayışla və ondan yaranan səslə baş verir. Səs sıradan bir təsküy deyil, kainatın fiziki, lap ilk yaddaşı olub. Gəlin birinci hissəyə, yəni işıq və səsin yaranışına qısa bir nəzər salaq. Təsəvvürünüzdə bir kosmik xəritə canlandırın. Sıfır nöqtəsində nəhəng, dəhşətli enerjiyə malik böyük partlayış baş verir. Hər şey elə oradan başlayır. Birinci dövrdə işıq yaranır və bütün kainata yayılmağa başlayır. İşıq genişləndikcə o bitməz-tükənməz enerjidən ikinci dövrdə birdən səs meydana gəlir. Sonra isə kainat sanki dərindən bir nəfəs alır. Sürət yavaşlayır. Soyuma mərhələsi olan üçüncü dövrdə isə nəm, yəni həyatın mənbəyi olan su yaranır. İşıq yayılır, su isə axmağa başlayır. Baxın, bu çox maraqlı və gözəl bir müqayisədir. Səs eyni ilə işıq kimi heç bir sərhəd, heç bir maneə tanımadan sonsuzluğa doğru sürətlə yayılır. Bəs söz? Söz isə tam bir çay kimidir. Dayanmadan axır və bizi, yəni canlıları bir-birinə bağlayır. Aydındır ki, təbiətdəki işıq və su anlayışları bizim dilimizdəki səs və sözlə eyni prinsiplə işləyir. İndi isə keçək növbəti bölməyə. Heca, söz və düşüncə. Bu artıq insan zehninin arxitekturasıdır. Gəlin biraz özümüzdən danışaq. Sizcə, bircə saniyəliyə də olsa, düşünməyi dayandıra bilərik? Yoxlayın. Təbii ki, yox. Hətta heç nə düşünməyəcəm deyəndə belə əslində yenə nəsə düşünürsünüz. Bizim içimizdəki bu mexanizm heç vaxt tormozlanmır, hər zaman aktivdir. Vahid Rızayevin təqdim etdiyi mənzərədə düşüncə sadəcə fikir deyil, o səs və söz arasında dayanan, onları birləşdirən o möhtəşəm körpüdür. Eyni zamanda o yaddaşın ən ali formasıdır. İşıq kimi sərbəst və maneəsiz olan xam səsi alıb, onu bizim başa düşəcəyimiz mənalı sözlərə çevirən həmin o dayanmaq bilməyən qüvvə elə məhz düşüncənin özüdür. Gəlin kainatın necə danışdığına addım-addım baxaq. Hər şey sakit bir düşüncə ilə start götürür. Sonra bu düşüncə işığın paylanan hissələri olan hecaya çevrilir. Hecalar birləşib sözü yaradır. Və ən sonda bu sözlər bir-birinə qoşulub çay kimi axan, mənasını tapıb bir-birindən ayrılmayan cümləyə dönüşür. Həqiqətən də çox mükəmməl və məntiqli bir iyerarxiyadır. Növbəti mövzumuz insan beyni və yaddaş. İndi lap dərinə, öz içimizdəki mikrokainata baş vururuq. Sizcə beynimizdə nə qədər yaddaş hüceyrəsi var? Düz 18 milyard. Təsəvvür edirsiniz, müəllif bu rəqəmi təsadüfən qeyd etmir. Bu rəqəm fəlsəfi ideyaları dərhal çox real, bioloji bir lövbərlə bağlayır və insan beyninin əslində necə dəhşətli dərəcədə nəhəng bir kainat arxivi olduğunu sübut edir. Gəlin, beynin işləmə mexanizmini belə izah edim. Sol yarımkürəmiz yuxuları, rəngləri, keçmişi saxlayan çox dərin bir kitabxanadır. Yeni bir şey öyrənəndə belə, köhnələr silinmir, yenilər mövcud hüceyrələrdə özlərinə ayrıca yer tapır. Sağ yarımkürə isə tam əksinə, fasiləsiz aktivdir. O bizim bugünkü reallığımızı, xəbərləri, anidən verdiyimiz qərarları emal edir. Arakəsmə dediyimiz hissə isə bu iki fərqli dünya arasında o yorulmaz informasiya paçtalyonu rolunu oynayır. Bu mənbədə ölüm qorxunc bir son deyil. Tam əksinə, çox sakitləşdirici bir fəlsəfə var burada. Deyilir ki, ölüm sadəcə olaraq içimizdəki işığın müvəqqəti pauzaya düşdüyü bir andır. Bəs o zaman o 18 milyard xatirəyə nə olur?
Onlar hamısı bir anın içində ruhumuza köçürülür. Yəni, biz yeni reallığa oyananda çaşbaş qalmırıq. Çünki kim olduğumuzu bir növ bələdçi kimi öz yanımızda aparırıq. Və budur. Qədim Avestadan gələn o məşhur fikir əslində elə bizim tam da bugünkü reallığımızdır. Xeyrə düşün, xeyrə çalış, xeyrə danış. Fikir verirsinizsə, burada hər şey insanın azad iradəsinə bağlanır. O 18 milyard hüceyrəni yaxşı şeylərlə də doldura bilərsiniz, xoş düşüncələrlə də. Bunu ancaq və ancaq siz özünüz proqramlaşdıra bilərsiniz, başqa heç kim. İndi isə daxili dünyamızdan çıxaq və kainatla ünsiyyət dili adlandırdığımız hissəyə, kosmosla necə danışdığımıza baxaq. Əsas vurğulanmalı məqam məhz budur. Yer üzündə minlərlə müxtəlif xalq, dil və saysız-hesabsız əlifba var. Amma hecaların fundamental quruluşu hər yerdə, bütün kainatda eynidir. Bizim etdiyimiz hər bir dua, hər bir istək məhz kainatın yaratdığı o universal hecalarla qurulur. Yəni, səmimiyyətlə deyirəm, səsimizi yuxarıda kiminsə başa düşməsi üçün heç bir xüsusi kosmik tərcüməçiyə ehtiyac qətiyyən yoxdur. Biz onsuz da kainatın öz dilində danışırıq. Bir anlıq bunu düşünün. Kitablar, cümlələr, mətnlər başqa dillərə tərcümə oluna bilir. Amma səslər heç bir dünya dilinə tərcümə olunmur. Şimşək çaxması, külləyin vıyıltısı, ağlayan bir insanın səsi sırf xam səsdir. O safdır, tərcüməsizdir və kimliyimizdən, hardan olmağımızdan asılı olmayaraq hər kəsdə eyni hissi oyadır. Və gəldik sonuncu, bəlkə də ən heyrətamiz hissəyə. Hər şey kainatda səslənir. Buradakı mənzərəyə baxanda insanın həqiqətən də nitqi tutulur. Bizim etdiyimiz o adi, kiçik hərəkətlərin kosmosda nələrə dönüşdüyünü görürsünüz. Fikrinizdən keçən istək və düşüncə anındaca sözə çevrilir. Etdiyiniz fiziki hərəkət birbaşa səsə, əks-sədəyə dönüşür. Aldığınız o sadə nəfəs, ürəyinizdən keçən qana, qəbul etdiyiniz qida isə 4 təməl dada bölünür. Görürsünüz, biz sadəcə qıraqdan izləyici deyilik, birbaşa bu qüsursuz kosmik mexanizmin tam mərkəzindəyik. Bütün bu səyahət bizə çox böyük bir reallığı xatırladır. Müəllif necə deyir, həmin söz də gizli olub, gizli qalmır, kainat boyu səslənir. Yəni, ağzınızdan çıxan, hətta ürəyinizdə pıçıldadığınız heç bir söz boşluğa getmir, itmir. Onlar sonsuz dalğalar kimi yola düşür, bütöv kainatda səslənir və daimi bir kosmik yaddaşa çevrilir. İndi sonda sizdən tək bir xahişim var. Özünüzə sadəcə bu sualı verin. Düşündüyünüz, söylədiyiniz hər bir sözün və aldığınız hər bir nəfəsin bütün kosmosda əks-səda verdiyini bilə-bilə, bugün özünüz üçün necə bir kainat yaradacaqsınız? Seçim başqasında deyil, məhz sizin o 18 milyard hüceyrənizin içindədir. Bu icmalı izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, kainata, sözlərə və ən əsası özünüzə tamamilə fərqli bir pəncərədən baxa bildi. Növbəti araşdırmalarda görüşənədək.